təsəvvür işində bir faydası yox. Və qəlbini biz öz zikrimizi anmaqdan qafil eləmişikdir. Elə adamlar itaat eləmir, onlar oturub durmur. Sən onu oturub dura bilməzsən. Sənin dostun Allah'tan qorxanlardır. Kimlərdir? Allah təaladır ki, ya eyyuhellezine amenu taqullaha və kunu ma'as-sadiqin. Ey iman gətirənlər, Allah'tan qorxun. Sadiq insanlarla bir yerdə olun. Sadiq kimdir? Gizlini də, aşkarı da. Hər bir halı Allahla sadiq olan. Onlarla oturur. Onlarla yoldaşlıq elə. Onlardan sənə xeyir gələcək. Sadiqdən sadiqliyə öyrənəcəksən. Yalancıdan yalancılığa öyrənəcəksən. Günahkardan günah eləməyə öyrənsən, itaətkardan itaət eləməyə öyrənsən. Tövbə eləmirsən günahdan. Tövbə, nəyə ki tövbə eləmirsən? O günah eləyənlərlə bir yerdəsən. Məsələn, siqaretdən tövbə eləmirsən, gəlirsən yenə onlar çəkirlərsən də, onlarla bir yerdəsən. Bu tövbə sayılmır. Bu tövbə düzgün deyil. Yəni nə mənada düzgün deyil? O tövbəni otuşturmaq üçün səbəbləri götürməmisən. Əksinə tövbəni pozmaq üçün səbəb götürmüsən. Yəni kimi aldalırsan. Heç kim aldada bilməzsən.